Habillə Qabil iki qardaşdır. Hələ heç kəs yaranmayıb. İlkdir, yaradılışın əvvəlidir. Allah istəyir müsabiqə qoysun. Başlanıb da yaradılış müsabiqədir. Müsabiqə nə müsabiqəsidir? Qurban müsabiqəsi. Yaxşı ilə daha yaxşı müsabiqəsi. Dava niyə düşdü? Dava buna görə düşdü ki, Habil ağlı ilə seçim elədi. Habilin ağlına görə Qabil Habilə paxıllıq elədi. Bu mövzu yox idi, paxıllıq mövzusu yox idi. Paxıllığı Qabil gətirdi, paxıllıq mövzusu yox idi. Mövzu bu idi ki, ikisi də ağlını işə salsın, daha yaxşı iş görsün. Daha yaxşı iş görsün. Habil neynədi? Habil getdi qoyunlarına baxdı, ən canlısını, ən sağlamlığını deyir ki, qurbandırsa ən yaxşısını gətirim də qurbana. Ən yaxşısını seçdi, apardı. Qabil getdi, xəstəsini seçdi, arığını seçdi. Bunun ağlına əhsən dedilər ki, əhsən ağlı var, bursunda paxıllıq yarandı. Vurdu, öldürdü onu. Simbolik olaraq həyat fəlsəfəsini bir dənə sadə dastan açıqlayır. Bu dava ağılla cəhalətin davasıdır. Bütün davalar ağılla cəhalətin davasıdır. Haqqın qarşısında dayanan bir dənə ağıllı insan olmayıb. Muaviyyəyə ağıllı deyəndə İmam Sadiqin acığına gəldi. Ona ağıl möhtərəmdir. Muaviyyəyə o nisbəti vermə. Ağıl o şeydir ki, onun vasitəsilə cənnət qazanılır. Dünyada kiminsə başına Allah'da 5 gün hansısa bir rütbə qazanan adam, ahirətini bərbad edən adam ağıllı adam sayıla bilməz. Dava həmişə ağılla nadanlıq davası olub, ağılla cahillik davası olub. Seçim cənnət dərəcələri arasındadır. Özdə nə qədər böyük seçim var. Ərduhə kə ərzis səmai vəl-ərz. Ərduhə səmavatu vəl-ərz. Yəni onun genişliyi bütün yerlərin, göyün, kainatın genişliyi qədərdir. Çox böyük bir yerdir. Çox böyük. Milyardlarla il həmişə orada qalacaqsan. Ağıllı adam dünyada yaşayıb soruşmaz ki, görəsən mən onun harasına gedəcəm? Bir aylıq istirahətə gedəndə 100 dənə variant seçirsən, hara gedim? Sən ağlın bura qədər çatmır ki, sən bu dünyada fikirləşməsən ki, mən harada əbədi qalacam? Əbədi mənzil müəyyən eləmək fürsəti veriblər sənə. Əbədi mənzili, həmişəlik, sonsuzluq təsəvvür edirsiniz? Həmişə təsirlənirəm bu sözdən. Deyir, Əllamə Təbətəbai fəlsəfi bəhsin, dərsin ortasında birdən deyirdi ki, dostlar, biz həmişə var olacağıq. Həmişə var olacağıq. Var olduqca var olacağıq. Var olduqca var olacağıq. Başı gicəllənir insanın düşünəndə ki, bu sonsuzluqdur, həmişəlikdir, həmişə var olan bir yerdir. Və həmişə var olan yerdə sən özünə mənzil seçməlisən ya yox, onun harasında yerləşəcəksən, harasında olacaqsan. Sözə bax, ya Ali, əntə və şiətükə alə mənabirə min nur, mübiyyəzzətən vücuhuhum, havli fil cənnə. Deyir, ya Ali, sənin Peyğəmbər buyurur, sənin tərəfdarların nurdan olan minbərlərlə gələcəklər, üzləri ağappaq nurani, nur saçacaq və mənim yanımda olacaqlar. Peyğəmbər buyurur, mənim yanımda. Mənim yanımda bilirsiniz nədir? Peyğəmbər Allahla məsafəsi, necə deyim, Allaha yaxınlığı da ən maksimum yaxınlıqdır. Bu belə bir varlıqdır. Allaha bitişik bir varlıqdır. Deyir ki, bunlar mənim yanımda olacaqlar. Hamımızın orada olmaq imkanımız var. Görün, necə maraqlı bir, cazibəli bir oyundayıq biz. Keçən cümələrin söhbətləri yadıma düşür yenə. Ne qədər maraqlı bir oyundayıq biz. Dünyada ağlından istifadə edənlər oranı seçir. Deyir də, bundan üstünü yoxdur ya, Allah, mən səndən bunu istəyirəm ilahi. Dünyada ağlımdan istifadə eləmək istəsən, deməlisən ki, cənnətin harasına gedim. Hissindən istifadə eləmək istəsən, cəhənnəmə getməyim. Cəhənnəm cızdır, cız. Uşağa belə başa salırlar. Uşaq oturub düşünmür, cız olmağı üstündədir. Allah da od adı qoyub. Od adı qoyub ki, daha düşünüb daşınmağın yeri yoxdur. Oddur bu, od adı üstündədir.
Hissi işə salsın, bəsdir. Refleks səni cəhənnəmdən uzaqlaşdırmalıdır. Refleks. Amma biz gətirib seçimi qoymuşuq. Cənnət ya cəhənnəm. Böyük bir ağıllı adamdır güya bunu seçən adamlar. Amma cənnətə çatdın, deyir, ağıllı işə sal. Daha yaxın olmaq istəyirsən, mənə gəl yaxın ol.